Əziz dinləyicilər, yeni Chevrolet Aveo şəhər daxili rejimdə 7,1 litr, qarışıq rejimdə 5,5 litr, şəhər kənarı rejimdə isə 4,6 litr yanacaq sərf edir. Hökümən, bu Chevrolet Aveo doğrudan bu qədər benzin yandırır? Buna inan Rəhman. İstəsən gedib yoxlaya da bilərik. Hətta yoxlaya da bilərik. Onda yoxlayaq da. Getdik. Hökümən, siz daha yaxşı bilərsiniz. İndi uzaq səfərə gedirik, bu yol gedib gələcəyik. Nəyə baxmaq, nəyə nəzarət etmək lazımdır maşında? Əgər nəzərə alsaq ki, bu avtomobil Performans Centerdə texniki baxışdan keçib, bizə ancaq təkərlərin təzyiqini yoxlamaq qalır. Onda gedək təkər təmiri məntəqəsinə, təkərləri yoxlatdıraq, təzyiqi yoxlayaq, sonra gedək səfərə. Buna ehtiyac yoxdur. Bu avtomobildə xüsusi kompressor var. O kompressorun köməyi ilə biz təzyiqi tənzimləyə bilərik. Hökümən, bəs təkərin təzyiqi nə qədər olsun? Bu haqda məlumat qap çərçivəsində var. Əgər biz qənaətçil sürüş etmək istəyiriksə, onda ekonomi seçməliyik. Hökümən, bəs hansı benzindən istifadə edək? 93 yoxsa 95? 92. 92? Bəli. Onda tam çən 92 ilə qardaş. Əsasən çalışmaq lazımdır ki, dövrlər sayı 2.5-dən yuxarı qalxmasın. Onda daha səmərəli olur da məndə. Onda daha səmərəli olur, həm mühərrik üçün bu faydalıdır, həm də yanacaq sərfiyyatı aşağı olur. Ondan əlavə, sürərkən planlı sürmək lazımdır. Artıq qaz və artıq tormuz vermək lazım deyil. Nə qədər artıq qaz və ya tormuz versən, o qədər yanacağın sərfiyyatını artıracaq. Manevr qabiliyyəti gözəldir. Şəhər daxilində olduğu kimi, şəhər kənarı yollarda da özünü yaxşı göstərilir. Benzin sərfiyyatına da söz olacaq. Çünki 100 kilometrə Chevrolet Aveo cəmi 4,4 litr benzin yandırır. Daha dəqiq biz yanacaq doldurma məntəqəsində yoxlayarıq. Qaydanda bir daha yoxlayacağıq. Bir daha. Lap yaxşı yoxlayarıq. Deməli belə Elçin müəllim, demək olar ki, bizim gözləntilərimiz özünü doğrultdu. Yeni Chevrolet Aveo şəhər kənarı yollarda özünü əməlli başlı göstərdi. 190 kilometrə 9,1 litr benzin. Bu ümumilikdə 100 kilometrə nə qədər edir? Təqribən 4.8. Bu o deməkdir ki, bizim avtomobillər ekonomikdir. Bu da böyük bir uğurdur. Təbrik edirəm. Sağ olun. Çox sağ olun. Gedə bilərik. Getdik.